Salam, sizə tort kremlərinin saxlama şəraiti haqqında məlumat vermək istərdim. Bu kremin növünə görə dəyişir. Məsəl üçün, krem pendirli krem müsbət 2 dərəcə və müsbət 6 dərəcə arasında soyuducuda saxlama müddəti 2-3 gündür. Ancaq bunu dondurucuda krem pendir -18 dərəcədə təxminən 1 ay saxlamaq olar. Krem şantiyə gəldikdə isə krem şanti müsbət 2 dərəcə və müsbət 6 dərəcədə 1 və ya 2 gün saxlamaq olar. Krem şantini dondurucuya qoymaq məsləhət görülmür. Dondurucudan çıxdıqdan sonra teksturasını itirə bilər bu. Krem, yağlı kremlər soyuducuda müsbət 2 dərəcə və ya müsbət 6 dərəcə arası 5-7 gün, otaq temperaturunda isə 1 gün saxlamaq mümkündür. Yanlış kremlərə gəldikdə isə şokolad və qaymaqla alınan kremlər nəzərdə tutulur. Müsbət 2 dərəcə və müsbət 6 dərəcə arası soyuducuda saxlaya bilərik. Yanlış kremləri dondurucuda -18 dərəcədə 2 ay müddətində saxlamaq da mümkündür. Qənnadı kremləri müsbət 2 dərəcə ilə müsbət 4 dərəcə arası soyuducuda maksimum 2 gün saxlamaq mümkündür. Qənnadı kremləri dondurucuya qoymaq tövsiyə olunmur. Çünki dondurucudan çıxdıqdan sonra öz teksturasını itirə bilər. Qənnadı kremləri istehsalatda yaxşı və keyfiyyətli məhsul almaq üçün maksimum təzə istifadə etmək lazımdır.